Salam 7-ci sinif şagirdləri. Sizlərlə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizlərə 3-cü bölmənin 4-cü mövzusunu izah eləyəcəm. Bu bölmə artıq növbəti sonuncu KSG-nin mövzularındandır. Bilirəm dərsimi səbirsizliklə gözləyirdiniz və hətta mənə yazanlar olub ki, dərslə bağlı başım biraz qarışıq idi. Ona görə bu dərsi biraz geç hazırlamışam. Amma qulaq asanda artıq onsuz da hələ kesikimizə var. Sizə bu dərs daha aydın olacaq. Deməli, toxumun quruluşu şəkilə bir dənə diqqət eləyək uşaqlar. Baxın, burada göstərilənlərin hər biri toxumdur. Hərəsinin müxtəlif ölçüsü, müxtəlif forması, müxtəlif quruluşu var. Baxın, burada yumrudur, burada uzunsovdur, kiçikdir. Yəni hər bir bitkinin özünə məxsus toxumu var. Və toxumun da özünün hissələri var. Bugün nələr öyrənəcəyik? Toxumun qabığını, rüşeim, endosperim. Əslində bu iki termini keçən dərs mayalanma dərsində öyrənmişik. Bugün onu əlaqələndirəcəyik. Bir ləpəli, iki ləpəli bitkilər haqqında danışacağıq və onların niyə belə qruplaşdığını öyrənəcəyik. Çiçəkli bitkilər müxtəlif olduğu kimi onların toxumları da müxtəlifdir. Yəni necə ki çiçəkli bitkilər məsələn ərik ağacı, şaftalı ağacı, nə bilim gilas ağacı bir-birindən fərqlənir. Onların çiçəkləri də bir-birindən fərqlənir rənginə görə, görünüşünə görə və yaxud da lobyanın çiçəyi və yaxud da zəncirotunun çiçəyi hər birinin özünün müəyyən bir quruluşu var. Onların toxumlarının da özünə məxsus xüsusiyyəti var və bir-birlərindən fərqlənirlər. Yəni toxumlar da müxtəlif ola bilir. Bir də uşaqlar çox vaxt uşaqlar toxum və toxuma sözünü qarışdırırlar. Toxuma başqa bir şeydir. Toxuma quruluş və mənşəci eyni olan oxşar funksiya yerinə yetirən hüceyrə qrupudur. Toxum isə orqandır. Yəni toxumalar birləşib orqanı əmələ gətirir. Ona görə də toxumla toxumanı qarışdırmayın. Toxum orqandır. Generativ orqandır. Çiçəkli bitkilərdə də var, çılpaq toxumlu bitkilərdə də var. Toxumlar bir-birindən rənginə, formasına, ölçüsünə görə fərqlənə bilər uşaqlar. Yəni bir-birindən nəyinə görə fərqlənə bilər? Rənginə görə, formasına görə, ölçüsünə görə fərqlənə bilirlər. Toxum çiçəkli bitkilərin generativ orqanıdır. Təkcə çiçəkli bitkilərə xasdır toxum. Xeyr, niyə? Çünki çılpaq toxumlular, görürsünüz orada da toxum var da. Təbiətdə də keçmişsiniz 5-ci sinifdəki toxumlu bitkilər hansılardır? Çılpaq toxumlular və örtülü toxumlular. Digər adı çiçəkli bitkilərdir. Çiçəkli bitkilərin generativ orqanıdır toxum. Tozlanma və mayalanma nəticəsində çiçəyin yumurtalığında olan yumurtacıqdan əmələ gəlir uşaqlar. Yumurtalıqdan əmələ gəlmir ha. Yumurtalıqdan gələcəkdə meyvə əmələ gələcək. Yumurtalıq, meyvənin içində toxum olurdu, elə deyil. Yumurtalığın içində də yumurtacıq olurdu da bir neçə dənə, elə deyil. Bax, belə bir şəklimiz vardı, keçən dərs görmüşdük çiçəyin içərisində. Yumurtalıqdan meyvə, yumurtacıqdan isə toxum əmələ gələcək. Yetişmiş toxum hansı hissələrdən ibarətdir? Qabıqdan, rüşeimdən və endosperimdən təşkil olunmuşdur. Burada bir dənə dayanaq, keçən dərsimizlə bir əlaqələndirək görək uşaqlar. Rüşeim nədən əmələ gəlmişdi? Rüşeim əmələ gəlmişdi demişdik yumurta hüceyrənin spermlə birləşməsindən, yəni spermin yumurta hüceyrəni mayalandırmasından yaranmışdı nə? Yaranmışdır rüşeim. Baxın, burada yumurta hüceyrədir. Bu sperm gəlib yumurta hüceyrə ilə birləşdiyi zaman nə yaratmışdı? Rüşeymə başlanğıc vermişdi. Baxın, mayalanma hissəsində demişdik. Spermlərdən biri yumurta hüceyrə, digəri mərkəzi hüceyrəni birləşdirir. İndi bəs gəlin görək endosperm nədən əmələ gəlmişdi? Çox getdik. Endosperm isə mərkəzi hüceyrəni spermin mayalandırılmasına, yəni sperm mərkəzi hüceyrəni mayalandırıb endospermi yaratmışdı. Baxın uşaqlar, qabıqdan danışmadıq. Deməli, qabıq mayalanma nəticəsində əmələ gəlmir. Bəs qabıq nədən əmələ gəlir? Bunu da yazıram. Ola bilər ki, siz refeymə gedəsiniz və belə suallar sizə düşə bilər. Qabıq yumurtacığın, toxum yumurtacıqdan əmələ gəlirdi də, elə deyil. Yumurtacığın divarından əmələ gəlir. Onda qabıq mayalanmadan əmələ gəlmir. İndi bir dənə də burada sizə vacib bir məqamı deyim. Yumurta hüceyrə sperm birləşəndə zigot yaranır, elədir? Zigot rüşeymə çevrilir. O
Onda bizdən soruşa bilər ki, toxumun hansı hissəsi ziqotdan əmələ gəlir? Yalnız rüşeym. Endosperm ziqotdan əmələ gəlir? Xeyr, niyə? Endosperm çünki ayrıca bir hüceyrə var, hansı ki bu mərkəzi hüceyrədir. Onun mayalanması nəticəsində əmələ gəlir. Bu kimi suallara diqqət eləyin. Hətta və hətta uşaqlar sizə deyə bilər ki, toxumun hansı hissəsində həm dişi, həm erkək bitkinin xüsusiyyəti var? Rüşeymdə var, çünki baxın bir yumurta hüceyrə, bir sperm. Endospermdə də var, amma daha çox mərkəzi hüceyrə spermdən üstünlük təşkil edir. Bunu yuxarı siniflərdə keçəcəyik, amma hansı hissələrdə həm erkəkciyin hissəsi, yəni o spermi, yəni erkək qamet, həm dişi hüceyrə iştirak edir, onda biz rüşeymdən endospermi götürə biləcəyik. İndi davam eləyək, endosperm haqqında yenə məlumatlar verəcəm. Toxum qabığı. Toxumu xaricdən əhatə edir. Baxın uşaqlar, qabıqdırsa nə edir? Əhatə edir, qoruyur, bir də əlaqələndirir də. Elə deyil. Onu qurumaqdan, zədələnməkdən qoruyur. Bir də toxum qabığı nədən əmələ gəlmişdi? Yumurtacığın divarından. Bunu da unutmuruq. Mütləq qırmızı hərflərlə qeyd edirik. Toxumun əsas hissəsi onun rüşeymidir. Niyə uşaqlar əsas hissə rüşeymdir? Bir dənə yadımıza salaq, əsas kök nədən əmələ gəlirdi? Deyirdik, toxumun rüşeym kökçüyündən elədir. Ay, sağ ol. Deməli, o kök əmələ gəlir, torpağa bərkidir bitkini, sonra gövdəciyindən gövdəciyin üzərində tumurcuq olur, tumurcuğundan gövdə əmələ gəlir, yarpaq əmələ gəlir. Ona görə də bunlar hamısı rüşeymin hissələridir. İndi bir-bir qeyd eləyəcəyik. Və rüşeym ona görə vacibdir. Əgər uşaqlar toxumun rüşeymi zədələnərsə, biz o toxumu əksək belə ondan heç nə əmələ gəlməyəcək. Çünki axı bütün mərhələlərin başlanğıcı, kökün, gövdənin başlanğıcı o rüşeymin içindədir. Əgər rüşeym zədəlidirsə, deməli nə kök, nə gövdə əmələ gəlməyəcək, onda bitki də əmələ gəlməyəcək. Aydındır? Ona görə də əsas hissəsi rüşeymdir. Rüşeym nədən əmələ gəlmişdi? Bir dənə tez yadımıza salaq. Yumurta hüceyrə ilə spermin birləşməsindən zigot, zigotdan da rüşeym yaranmışdı. İndi rüşeymin hissələrini qeyd eləyək bir-bir. Rüşeym təşkil olunub kökcük, gövdəcik, tumurcuq və ləpələrdən. Yazaq burada özümüz üçün qıraqda. Deməli, rüşeym hansı hissələrdən ibarətdir desək, toxumun hissələrindən qarışdırmayaq. Yaxşı, deyəcəyik, rüşeym təşkil olunmuşdur. Rüşeym kökcüyündən, rüşeym gövdəciyindən, rüşeym tumurcuğundan, bir də nədən? Ləpələrdən. Ləpənin sayına görə də uşaqlar, əgər rüşeymdə bir ləpə varsa, bu olacaq bir ləpəli bitki. Məsələn, taxıllar, buğda, arpa, çovda, qarqıdalı və yaxud da soğan. Əgər rüşeymində 2 ləpə yarpağı varsa, bu olacaq 2 ləpəli bitki. Əksər meyvə bitkiləri, tərəvəz bitkiləri, bunlar 2 ləpəlidirlər ki, onlar haqqında danışacağıq. Bu oldu rüşeymin hissələri. Baxın uşaqlar, rüşeymin hissələrlə toxumun hissələrini qarışdırmayın. Burada bir dənə də sizin üçün toxumun hissələrini yazım. Bax, qarışdırmayın ha. Toxum təşkil olunub qabıqdan, xaricdən onu qabıq örtür. İçərisində rüşeym var. Bir də endosperm var. İndi uşaqlar, sizə bir dənə də vacib məqam deyim. Endosperm bəzi bitkilərdə olmaya bilər. Bax, yazıram. Bəzi bitkilərdə. Bura qarışdı. Buranı çünki oxuyacağıq axı. Bəzi bitkidə olmaya bilər. Məsələn, lobiyada deyəcəyik ki, bilər. Endosperm yoxdur. Onda toxumun hansı hissələri mütləq var? Qabıq və rüşeym var. Endosperm ola da bilər, olmaya da bilər. Yaxşı, bu xüsusi qeydləri özünüz üçün aparın uşaqlar. Davam eləyirəm. Toxum cücərərkən rüşeym kökçüyündən hansı kök əmələ gəlirdi? Əsas kök inkişaf edir. O, toxumun qabığını, yəni qabığı yararaq nəyi? Toxumun qabığını da elə deyil. Yararaq xaricə çıxır və toxumu torpağa bərkidir. İlk mərhələ nə oldu? Toxumun rüşeyminin kökcüyündən əsas kök inkişaf edərək onu torpağa bərkidir. Rüşeym gövdəciyi, rüşeym kökçüyü ilə rüşeym tumurcuğu arasında yerləşir. Yəni, sıralama desə, kökcük aşağısında, ortasında gövdəcik, üstündə də nə? Tumurcuq.
Ne dedik? Dedik ki rüşeym gövdeciği, bak gövdecik. Rüşeym kökçüğü ile rüşeym tumurcuğu arasında yerleşir. Rüşeym tumurcuğundan zoğ ve yarpaqlar inkişaf edir. Bizden soruşsa ki, zoğ nədən əmələ gəlir? Rüşeymin gövdəciyi deməyəcək uşaqlar. Yaxşı. Nə deyəcək? Bax, zoğ nədən əmələ gəlir? Bilirik ki, tumurcuqdan da. Elə deyil. Deyəcək ki, rüşeymin tumurcuğundan zoğ və yarpaqlar inkişaf edir. Bunları bir-bir özünüz üçün qeyd edin. Mən də yer azdır deyənə çox qeyd eləyə bilmirəm, amma çalışdığım qədər yazıram. Amma siz bunların hamısını qeyd edin. Toxumun rüşeymində ləpə yarpağının sayına görə biz onları qruplaşdırırıq. Əgər rüşeymində 2 ləpə varsa, belə çiçəkli bitkilər 2 ləpəli, 1 ləpə olan varsa, bu belə bitkilər adlanır 1 ləpəli bitkilər. İndi 2 ləpəlilərlə 1 ləpəlilərin quruluşu haqqında danışacağıq. Əzbər olan hissələri qeyd eləyəcəm. Hansı ki, uşaqlar bunu əzbərləməlisiniz. Başqa yolunuz yoxdur. KSG-də düşə bilər sizə, monitorinqlərdə düşə bilər sizə, RFM-də mütləq düşə bilər sizə. Ona görə də əzbərləyin. Çiçəkli bitkilərin bir çoxu 2 ləpəli bitkilərə aiddir. Yəni 2 ləpəlilər daha çoxluq təşkil edir 1 ləpəlilərdən. Məsələn, lobya, noxud, günəbaxan, bənövşə, bunlar 2 ləpəli bitkilərdir. İndi bir-bir onların xüsusiyyətləri haqqında tanış olacağıq. Ehtiyat qida maddəsi harda toplanır, onlarda öyrənəcəyik. Lobya toxumu xaricdən hamar və parlaq qabıqla örtülmüşdür. Meyvədə də keçəcək ki, lobyada paxla meyvədir. Onu keçəcəyik hələ. Qabığın altında 2 böyük ləpə yerləşir. Yəni toxumun qabığının altında, baxın, baba budur. Yaşıl lobya almışsınız da, ananız alıb pişirib mütləq ki, yayda sizə. Baxın, onun həmin bu meyvəsidir. İçində də toxumlar var. Bax, bu toxumudur. Toxumunun bu qabığıdır. Bax, bu hissəsi, bax, burası qabığıdır. Qabığın altında nə yerləşir dedi? Gəlin bir dənə də oxuyaq. Qabığın altında 2 böyük ləpə. Baxın, qabıq bu hissə idi. Qabığın altında da ləpə. Bax, bu da ləpədir, bu da ləpədir. 2 dənə böyük ləpəsi var. Davam eləyək. Lobya toxumunda ehtiyat qida maddəsi ləpədə toplanır. Toxum cücərərkən rüşeymin qidalanması ləpələrdəki ehtiyat qida maddəsinin hesabına baş verir. Lobya toxumunda endosperm inkişafdan qalır. Bayaq qeyd elədim ha, uşaqlar, bəzi bitkilərdə olmaya bilər endosperm. Hansı bitki idi o bəzi dediyim? Lobya bitkisi idi. Nə dedik? Dedik ki, lobya bitkisində endosperm inkişafdan qalır. Endosperm nə idi? Yadımıza salaq. Endosperm demişdik ki, özündə ehtiyat qida maddəsi toplanan toxumun bir hissəsidir. Bu lobyanın 2 dənə böyük ləpəsi var. Elədir. Özdə bu ləpələrin içərisində ehtiyat qida maddəsi var. Neynir o endospermi? Aydındır. Ona görə də onun endospermi ehtiyacı yoxdur. Onun ehtiyat qida maddəsi elə ləpələrində var. Ona görə də onun endospermi nə olur? İnkişafdan qalır. Yaxşı, bunu əzbərləyin. Hansı bitkidə? Lobya toxumunda. İkiləpəli bitkilərin əksəriyyətinin toxumunda ehtiyat qida maddələri ləpələrdə, bax, əksəriyyətində, yəni çoxluqda demək olar ki, belə deyək də faizlə də götürsə bir 80% deyək. Amma özümüzdən deyirik ya uşaqlar, dərslikdə belə bir məlumat yoxdur. Əksəriyyət deyəndə yəni nəyi başa düşək? 50%-dən çoxunda yaxşı ləpələrində toplanır. Deməli əksəriyyətində endosperm elə inkişafdan qalır. Bəzilərində isə ya rüşeymin digər hissələrində, hansı hissələrində? Gövdəciyində, kökçüyündə ya da endospermdə toplanır. Deməli, iki ləpəlilər arasında endospermi olan da var uşaqlar. Əksəriyyətində yoxdur, inkişafdan qalır. Amma endospermində toplananlar da var ki, bunlardan bir neçəsinin adı var, əzbərləyəcəyik. Məsələn, quş əppəyi bitkisi. Bu da iki ləpəli bir bitkidir uşaqlar. Onun toxumunda ehtiyat qida maddəsi yalnız ləpədə deyil, rüşeymin kökçüyündə, gövdəciyində də toplanır. Nə dedik? Dedik ki, quş əppəyi adlı bitkinin toxumunun, baxın, bu quş əppəyi bitkisidir, bitkisinin toxumudur daha doğrusu. Toxumunun həm deməli ləpəsində ehtiyat qida maddəsi var. Bax, bu onun ləpəsidir, 2 ləpəlidir. Bax, bu bir ləpəsi, bu 2 ləpəsi. Həm ləpələrində toplanıb, həm də arasında toplanıb. Baxın, bu kökçüyüdür, bu da gövdəciyidir. Sarı, yəni onun içərisində ehtiyat qida maddələri də burada. Onu göstərir. Gördük? Deməli,
Hansı bitki əzbərləyəcəyik ya uşaqlar? Lobiyada yalnız ləpələrində, quş əppəyində isə rüşeyimin ləpəsindən başqa, ləpə rüşeyimin hissəsi idi, elə deyil. Ləpəsindən başqa rüşeyimin digər hissələri olan kökçük və gövdəcikdə də toplanır. Bir də var qaymaq çiçəyi. Bu da iki ləpəlidir. Onun rüşeym hissələrində də ehtiyat qida maddəsi var. Hələ bir endospermində də ehtiyat qida maddəsi var. Deməli, sual düşə bilər ki, hansı iki ləpəli bitkidir ki, onda ehtiyat qida maddəsi həm rüşeymində, həm endospermdə toplanır? Qaymaq çiçəyi deyəcəksiniz. Hansı iki ləpəli bitkidir ki, onda ehtiyat qida maddəsi ləpə və rüşeymin digər hissələrində toplanır? Ona quş əppəyi deyəcəksiniz. Hansı bitkilərdir ki, onlarda ehtiyat qida maddəsi yalnız ləpədə toplanır? Lobiya və əksər digər iki ləpəliləri deyəcəksiniz. Yaxşı uşaqlar, buna diqqət edin. İndi gəlin şəkilə də bir dənə diqqət eləyək. Hissələri mütləq öyrənin. Yenə deyirəm, refeyimə gedənlər varsa aranızda belə şəkillər düşür uşaqlar və adlandırmasını istəyir. Bunlar oldu ləpələr elədir. Gəlin kökçük, baxın, baba, necə yadınızda saxlaya bilərsiniz uşaqlar məntiqlə belə biraz. Kök əmələ gəlməlidir də, əsas kök rüşeym kökçüyü ilə yaranır. Buradan çıxıb bitişməlidir də, torpağa bərkiməlidir. Ona görə də bura kökçük hissəsidir. Gövdəcik nə demişdik? Demişdik ki, gövdəcik kökçüklə tumurcuq arasında yerləşir də. Bax, burada qeyd eləmişdim sizin üçün, yadınıza gəlir. Dərsimin içində də var. Bax, deyir rüşeym gövdəciyi kökçük ilə tumurcuq arasında yerləşir. Deməli, kökçüyün yerini tapdımsa, burası tumurcuqdur. Daha doğrusu gövdəcikdir. Gövdəcikdən yuxarıda da nədir? Tumurcuq yerləşir. Eyni zamanda gəlin indi quş əppəyinə baxaq. Quş əppəyinin rüşeym kökçüyüdür. Rüşeym gövdəciyidir. Bir də nəyi qaldı? Rüşeym tumurcuğu. Baxın, bu da tumurcuqdur. Bax, yaşıl rəngdədir. Deməli, ondan nə əmələ gələcək? Gövdə və yarpaq demişdik, əmələ gələcək. Elədir, zoğ və yarpaq. Bax, burada da yenə görürsünüz, zoğ və yarpaq başlanğıcı yerləşir. Gəldik bir ləpəli bitkilərə. Bunu da izah eləyək. Dedik ki, nəyə görə biz bunları qruplaşdırmışdıq? Rüşeyimdəki ləpə yarpaqlarının sayına görə. Əgər bir dənə ləpə yarpağı varsa bir ləpəlidir, iki dənə ləpə yarpağı varsa iki ləpəlidir. Bir ləpəlilərin iki ləpəlilərdən bir fərqi budur. Bir də fərq nədir? Gəlin indi baxaq. Bir ləpəli bitkilər, məsələn, əzbərləyirsiniz uşaqlar. Qarğıdalı, buğda, inci çiçəyi, soğan, bunları verib, bunları da əzbərləyin. Toxumunun quruluşu iki ləpəli bitkilərin toxumuna oxşamır. Qarğıdalı bitkisində toxum qabığı meyvə yanlığı ilə elə birləşmişdir ki, onu ayırmaq çox çətindir. Meyvə yanlığı meyvənin hissəsidir və toxumla meyvə elə bir-birinə bitişib ki, meyvə yanlığı. Onu ayırmaq çətindir. Hansı bitkidə qarğıdalıdır? Ümumiyyətlə uşaqlar, taxılların əksəriyyətində elədir də, buğdadır, arpadır, çovdardır. Bunlar hamısı taxıldılar. Onlarda meyvə yanlığı toxumla bitişir. Bunu mütləq öyrənirik. Qarğıdalının toxumu rüşeymi bir ləpəlidir. Ona görə də o bir ləpəlilərə aiddir. Gəlin indi onun quruluşuna baxaq. Bax, birinci toxum qabığıdır. Toxum qabığı. Altında endosperm yerləşir. Bu endosperm hissəsi. Bir dənə də ləpəsi var. Daha doğrusu rüşeymində bir dənə ləpəsi var. Bir dəqiqə, bu rüşeym idi mən göstərdiyim hissə. Rüşeymidir. Aha. Bu rüşeym hissəsidir və bir dənə də ləpəsi var. Rüşeymin hissələri tumurcuq, gövdəcik və kökçük. Gövdəcik, kökçük, kökçüklə gövdəcik, daha doğrusu gövdəcik kökçüklə tumurcuq arasında yerləşir. Bu da tumurcuq hissəsi, bu da ləpə hissəsi. İndi diqqət eləyin, bunların ləpəsində ehtiyat qida maddəsi yoxdur. Bəs onda rüşeym necə qidalansın, inkişaf eləsin? Əksər bir ləpəli bitkilərin toxumunda ehtiyat qida maddəsi əsasən endospermdə toplanır. Baxın, əksər iki ləpəlilərdə demişdik, harda toplanır? Ləpə yarpağında, elədir. Amma əksər bir ləpəlilərdə ehtiyat qida maddəsi endospermdə toplanır. Ləpəsində yoxdur. Toxum cücərən zaman qida maddələri ləpə vasitəsilə endospermdən rüşeymə daxil olur. Baxın, bu endospermdir. Gəlir ləpəyə, ləpədən daxil olur onun digər hissələrinə. Aydındır. Bax, bunu mütləq öyrənin uşaqlar. İndi dedik ki, ehtiyat qida. Bax, sizin üçün yazıram. Göz yaddaşınızdan yadınızda qalsın. Bir ləpəlidə, iki ləpəlidə. Bir ləpəlidə endospermdə toplanır. Elədir. İki ləpəlilərin əksəriyyətində ləpədə toplanır. Bu bir.
İkinci bir qayda. İki ləpəllərdən quş əppəyini dedik. Quş əppəyi. Bunda harda toplanmışdı? Rüşeymin hissələrində, yəni ləpəsindən başqa hissələrində. Qısa-qısa yazıram uşaqlar. Siz özünüz üçün geniş yazın. Bir də qayda nə demişdik? Hansı bitki demişdik? Qaymaq çiçəyi demişdik ki, qaymaq çiçəyində həm rüşeyimin hissələrində, həm də endospermində. Bir ləpəllərdə isə yalnız endosperm demişdik. Buna da diqqət edirik. Yaxşı. Davam eləyək. Hə, burada bir məlumatımız var uşaqlar. Bir də düşün müzakirə et, paylaşa baxaq. Qarğıdalı toxumunun ləpəsinin zədələnməsi onun cücərməsinə təsir edə bilərmi? Deməli, qarğıdalı toxumunun ləpəsinin zədələnməsi onun cücərməsinə əlbəttə ki, təsir edə bilər. Niyə? Çünki biz nə dedik? Dedik ki, onun ləpəsindən ləpəsi vasitəsilə endospermində olan qida rüşeyimə keçir. Kömək eləyən nədir? Yəni endosperm ləpəyə ötürür, ləpə rüşeyimə ötürür. Aydındır? Ona görə də qarğıdalı bitkisinin ləpəsinin zədələnməsi onun cücərməsinə mane olacaq. Çünki rüşeyimi qidalana bilməyəcək. Aydındır? Burada da bir daha baxaq. Lobya və qarğıdalı toxumlarının nə kimi oxşar xüsusiyyəti var? Toxumu, qabıq və rüşeyim hissələrindən ibarətdir. Lobyada endosperm yoxdur da uşaqlar elə deyil. Amma qarğıdalıda endosperm var. Lobya toxumunun rüşeyimi qarğıdalının rüşeyimindən nə ilə fərqlənir? Bax, rüşeyimi deyir, toxumu demir. Toxumun fərqi desəydə endosperm götürəcəkdik. Rüşeyim deyirsə, lobyada, rüşeyimdə iki ləpə yarpağı var. Qarğıdalının rüşeyimində bir ləpə yarpağı var. Yaxşı, bir də lobyanın ləpələrində ehtiyat qida maddəsi var. Amma qarğıdalının ləpəsində yoxdur. O endospermdən alır, rüşeyiminə ötürür. Yaxşı, bunları qeyd edin özünüz üçün. Məlumata baxaq, dünyanın ən böyük toxum anbarı 2008-ci ildə Norveçin Svalbard adasında bir dağın 130 metr dərinliyində inşa edilmişdir. Ambar 4,5 milyon toxum nümunəsinin hər birindən 500 ədəd olmaqla saxlama və qoruma imkanına sahibdir. Hər birindən, baxın, 4,5 milyon toxum nümunəsinin hər birindən 500 ədəd orada mütləq ki var. Ambardakı temperatur bəzi toxumların min illərlə öz canlılığını qoruya biləcəyi temperatur olaraq müəyyənləşdirilib. -18 dərəcə Selsidir. Ambar toxumları iqlim dəyişikliklərindən, müharibələrdən və təbii fəlakətlərin qorumaq məqsədilə inşa olunub. Niyə? Çünki ola bilər ki, təbii fəlakətlər, müharibələr məhv eləsin oradakı bitkini. Orada bu toxumlardan istifadə edərək yenidən o bitkini həyata qaytarmaq, yəni davam etdirmək nəslini mümkündür. Gəldik öyrəndiklərinizi tətbiq edin. Üç rəng bənövşə toxumunun quruluşunu nəzərdən keçirin. Bu üç rəng bənövşədir və toxumun hissələrini bir-bir qeyd eləyəcəyik ki, hansı hissələrdir? Deməli, baxın, birinci nə olacaq uşaqlar? Toxumu xaricdən örtən nədir? Toxumun qabığıdır. Bir qabıq. İkinci nə olacaq? Baxın, sarı hissə içində ehtiyat qida maddəsi varsa, deməli bu onun nəyidir? Endospermidir. Gəldik 3-ə, özü verib ləpələr neçə dənə? 1, 2, 2 dənə ləpəsi var. Ondan sonra bax, burada da uşaqlar nəyə diqqət edin? İki ləpəlilərdən dedik ki, qaymaq çiçəyində ehtiyat qida maddəsi deməli ləpədə və endospermdə var idi, elədir. Deməli bir nümunədə üç rəng bənövşədə tapşırıqda verib bizə. Çünki fakt gördük ki, iki endospermdir və endospermində ehtiyat qida maddəsi var. Bunu da özünüz üçün yazın qaymaq çiçəyin yanına. Yaxşı uşaqlar. Gəldik dördüncü, nə olacaq uşaqlar? Nə götürək? Hissələri özündə saxlayan gövdəcik götürək. Rüşeyimin gövdəciyi. Yəni bu hissə rüşeyimdir ha. Bu hissə var. Bu rüşeyimdir. Rüşeyim gövdəciyi. Və beşinci nədir? Rüşeyim kökcüyü. Toxumun rəqəmlərlə qeyd olunmuş hansı hissələri ziqotdan inkişaf etməyib? Ziqotdan nə əmələ gəlmişdi? Yadımıza salaq. Ziqotdan rüşeyim elədir. Yəni 3-dür, 4-dür, 5-dir ziqotdan əmələ gələr. Amma toxum qabığı yumurtacığın divarından yaranır. Endosperm isə mərkəzi hüceyrənin spermin birləşməsindən yaranır, elədir. Onda ziqotdan inkişaf eləməyən bir toxum qabığıdır, bir də endospermdir. Unutmuruq bunları. Öyrəndiklərinizi yoxluğunda izah edirəm və bitiririk. Toxum çiçəyin hansı hissəsindən əmələ gəlir? Dedik ki, yumurtacıqdan, yəni yumurtalığın içindəki yumurtacıqdan. Bir toxum bir bitki deməkdir. Fikri necə izah edə bilərsiniz? Çünki hər bir toxum
özünə aid olan bitkiyə başlanğıc verəcək. Məsələn, lobya toxumundan lobya, qarğıdalı toxumundan qarğıdal əmələ gələcək və onun çoxalmasında iştirak eləyəcək. Bir ləpəli və iki ləpəli bitkilərdə ləpələr hansı funksiyanı yerinə yetirir? Bir ləpəli bitkilərdə ləpə, rüşeymə, qida maddəsini ötürür, saxlamır ha özündə, endospermdən alır ötürür. İki ləpəli bitkilərdə isə ehtiyat qida maddəsi toplanır həmin o ləpələrdə. Bir ləpələrdə isə cücərən zaman ehtiyat qida maddəsi endospermdən rüşeymə keçməsinə kömək eləyir. Yəni elə bil ki, bir yoldur, bir körpüdür. İki ləpəlilərdə isə orada ehtiyat qida maddəsi ilə toplanır. Sizcə partlamış qarğıdalının ağ rəngli yumşaq hissəsi toxumun hansı hissəsidir? Uşaqlar, qarğıdalı bir ləpəlidir, elədir. Bir ləpəlilərdə də ehtiyat qida maddəsi harda toplanırdı? Endospermdə. Bizim o yediyimiz də ehtiyat qida maddəsidir də onun. Onda deməli bizim o yediyimiz ağ rəngli yumşaq hissə toxumun endospermi olacaq. Bu da oldu toxum mövzusu. Ümid eləyirəm ki, bu hissələri özünüz üçün qəşəng qeyd edib yaxşıca öyrənəcəksiniz. Sağ olun, gələn dərslərdə görüşərik.